Güclü yağışlara görə təsərrüfatlara dəyən zərərlə bağlı mayın əvvəlindən indiyədək Aqrar Sığorta Fonduna 35 rayondan 3500-dən çox müraciət daxil olub. Müraciətlər 53 min hektar əkin sahəsini əhatə edən müqavilələr üzrədir. Ən çox müraciət Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrindən gəlib. Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək. Biz Tərtər rayon Çaylı kəndindəyik və burada artıq gördüyünüz kimi nektarin, şaftalı və ərik bitkisi əkilmişdir və may ayının 30-unda fermer tərəfindən ciddi şəkildə dolu hadisəsi olmasından bağlı müraciət daxil olmuşdur. Hal-hazırda ekspertlər tərəfindən sahədə qiymətləndirmə aparılır və gördüyünüz kimi sahədə dolu nəticəsində əriklərdə çox ciddi şəkildə mexaniki zədələr meydana gəlmişdir. Ümumilikdə baxanda 35 rayon üzrə 3500-ə yaxın müqavilə üzrə daxil olan müraciətlər üzrə artıq 30-a yaxın ekspert qrupu ölkənin 35 rayonunda müstəqil şəkildə qiymətləndirmələr aparılır.